Xəbər verdiyimiz kimi ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb. Tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır. Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O, bundan öncə kollec təhsili alıb. Xüsusi təyinatlı qüvvələrin qrup komandiri və baş giziri Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Bu barədə Qafqaz İnfoya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində turizm işinin təşkili ixtisasına qəbul olunub.